Bismillahirrahmanirrahim. Elhamdü ve senâhu lillahi rabbil alemin. Esselatu ve selamu ala cemi'il enbiyâi vel mursalîne vel evsiyâ. Siyyama khâtemil enbiyâ ve khâtemil evsiyâ. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. اَلَّذ۪ينَ بَذَلُوا مُهَجَّهُمْ دُونَ الْحُسَيْنِ aleyhisselam. Allah Teala Resulullah'a buyurur ki, ey Peygamber, اَحِبْ اَهْلَ الْخَيْرِ وَالْآخِرَةِ. O adam ki, xeyir iş görmək və axirəti düşünmək əhlidir, elə insanı sev. Yəni, o adam ki, görürsən ki, bu adam çalışır öz axirəti üçün, çalışır xeyir iş görməkdən ötürü, belə bir insanı sev. Və Peyğəmbərə deyirsə Allah Teala bunu, təbiidir ki, bütün hamıya bu aiddir ki, yaxşı iş əhlini sevmək lazımdır. O cümlədən bu həm də təvəllanın tərkibindəndir. Ki, Allahın dostları ilə dost olmaq, təbiidir ki, Allahın dostları yaxşı iş sahibləridir. Onlardılar ki, yaxşı işlərlə məşğul olurlar və axirətlərini düşünürlər. Və başa düşürlər ki, bu dünyada olan bütün əməllər neynəsə hamısı özünə qayıdacaq. Ki, Peyğəmbərin bir hədisi var, Vafidə bu hədis qeyd olunub. Peyğəmbər buyurur ki, İ'məl ma şi'tə fə innəkə mulaqih. Nə iş istəyirsən elə. Və bil ki, öz gördüyün işlə özün rastlaşacaqsan. Hafiz deyir, bizim bu dünyadakı işlərimiz ki, axirətdə biz onunla görüşəcək, buna bənzəyir ki, qayaların arasında bir səs deyirik, bir kəlmə deyib qışqırırıq, bir müddət sonra o qışqırıq özümüzün üstümüzə gəlir. İnsanın bu dünyadakı əməlləri onu gəlib axirətdə tapacaqlar. Yəni, Allah Teala Peyğəmbərə bu miracda olan nəsiyyətlərin içindədir bu kəlmə ki, miracda olanda Peyğəmbər Allah Teala bir sıra çox dəyərli nəsiyyətlər eləyib Peyğəmbərə. Onun biri də budur ki, yaxşı əməl sahiblərini sev. Təbiidir ki, insanlar müxtəlifdirlər ümumilikdə, amma Quran-ı Kərimə görə əsasən 3 dəstədən ibarətdir insanlar. Və Peyğəmbər buyurur ki, qiyamət günündə hesab kitab da 3 cür olacaq. Asan hesab kitab, çətin, yəni asan hesab kitab eləmək, çətin hesab kitab və hesab kitabsız mühakimə. Yəni hesab kitabsız cənnət, hesab kitabsız cəhənnəm. Yəni, insanlar birinci budur ki, hesab kitabı çətin olanlar. Bir sıra insanlar olacaq ki, onların hesab kitabı çətin olacaq. Bir sıradan deyəndə, çoxlu insanlar olacaq ki, onun hesab kitabı axirət günündə çox çətin olacaq. Məsələn, onun bəhsi ayrıdır, indi o bəhsimiz deyil, inşallah qismət ola, bir dəfə onunla əlaqədar danışarıq. Məsələn, bir adam bu dünyada heç kimə, heç nəyə güzəştə getməyib. Ona da orada güzəştə gedilməyəcək. Yaxşı, sən burada güzəştə getmirdin, indi orada sən güzəş tələb edirsən. Orada da Allah Teala'nın adlarından biri zuntiqam, intiqam alandır. İntiqam alandır. Sən əff eləmirdin, orada da əff olunmayacaqsan. Sən cəmaatı möhkəm sıxırdın, orada da sıxılacaqsan. Ki, bunun bəhsi var ki, kimlər sıxılacaq, nə olacaq, bu ayrı şeydir. Ayrı vaxtı bəhs eləyərik inşallah onu. İkincisi, budur ki, hesab kitabsız mühakimə. Yəni, mühakiməsiz daha doğrusu. Mühakimə deyirəm bu mənaya ki, yəni, hökm deyirlər ki, hesab zad yoxdur, bundan heç nə eləməyəcək. Birbaşa cənnətdə və yaxud birbaşa cəhənnəm. Mühakimədən məqsədim odur. Yəni, bir dəstə insanlar olacaq ki, hesab kitabsız cənnətə daxil olacaqlar. Və
Peyğəmbərdən belə bir hədis var, Əhl-i Sünnə kitablarında, çoxlu sayda Əhl-i Sünnə kitabları bu hədisi nəql edib. Biz burada o şiənin sifətləri bəhsini bir neçə 4-5 çıxış eləmişik burada. Orada dedik ki, bir hədis var, bir neçə səhabədən o nəql olunub ki, Peyğəmbər bizi yığmışdı, oturdu, Peyğəmbər buyurdu ki, qiyamət günündə mənim ümmətimdən 70.000 insan ikinci surun çalınması ilə cənnətə daxil olacaqlar, hesab kitabsız. Yəni, oyanışla cənnətə daxil olma eyni vaxtda baş verəcək. Sümmə iltəfət ilə Aliyin raziyallahu anh. Sonra Allah Teala, Peyğəmbər üzünü iltəfət, yəni üz tutdu Əli aleyhissalama və qal və buyurdu kulluhum min şiatikə ya Əli, onlar hamısı sənin şiyələrindirlər. Daha doğrusu şiyələrindəndirlər. Hesab kitabsız. Yəni hesab kitabsız cənnətə daxil olacaqlar. Və eləcə də bir sıra insanlar var ki, başdan ayağa günahın içindədirlər. Başdan ayağa günahın içindədirlər. Bunun hansı mühakiməsindən söhbət gedə bilər? Bunun mühakimə, bunun vaxt ayırmaq nəyə lazımdır? Yəni, ağılına götür, bu adam bütün ömür boyu ancaq pislik eləyib. Ancaq pis şeylərin içində yaşayıb. Yəni, elə insanlar da var ki, hesab kitabsız cəhənnəmə daxil olacaq. Quran-ı Kərim Kəhf surəsində 105-ci ayədə buyurur ki, Ulaikəl-ləzīnə kəfəru. Onlar ki, kafir oldular. Bu kafir, o xristiyan, qeyri-müsəlman kafirə deyil. Müsəlmanın içindən söhbət gedir. Yəni, münafiqlərdən və yaxud da o müsəlmandan ki, adını müsəlman qoyub cinayətlər eləyiblər. Muaviyyə kimi, Yezid kimi, Şimr kimi, Əmraz kimi. Söhbət bunlardan, çünki qabaqki ayələr bunlardan gedir. Ki, cəhənnəmi Allah Teala bu qabaqki ayələrdə vəsf eləyir ki, cəhənnəm belədir, kafirlər belədir. Elə eləyəcəklər, sonra gəlir ki, bunlardan da daha pisin deyimmi? Kafirlərin cəhənnəmə düşməsi hadisəsindən də daha pisin sizə deyimmi? Onlar ki, bu dünyada çəkdikləri bütün səyləri boşa çıxacaq. Və onlar bu dünyada elə biləcək ki, düz iş görürlər. Elə biləcək ki, düz iş görürlər. Belə zənn eləyəcəklər. Yəni deyir, yox, Peyğəmbər belə eləyərdi. Ya, Peyğəmbər elə eləməzdi. Sənədin gətir, sənədi yoxdur. Hədisin gətir, hədisi yoxdur. Və niyə eləyirsən? Yox, dədə babalarımız belə eləyib. Bizim yolumuz budur. Və s. Yəni, bunlar, Allah Teala bunlara, bu ayənin dancı deyir ki, bunlar olardılar ki, əslində bunlar kafirdirlər. Xəbərləri, adlarını müsəlman qoyublar, amma əslində bunlar kafirdirlər. Əllədinə kəfəru bi ayati Rəbbim. Onlar Allah Teala'nın ayələrinə kafir olublar və liqaih və Allahla görüşlərinə kafir olublar, inanmayıblar. Fəhəbitət ə'məluhum. Onların bütün əməllərini biz puç eləyəcəyik. Söhbət görsənir ki, müsəlmandan gedir. Adını müsəlman qoymuşdan. Onların bütün əməlləri puç olacaq. Fəla nuqimu ləhum yevməl qiyaməti vəzna. Qiyamət günündə bunlar üçün də vəzn qurmayacağıq. Ki, bunları məhkəmə eləyənləri heç nə qurmayacaq vəzində. Birbaşa cəhənnəmə. Yəni, bu iki. Üçüncü nədir? Üçüncü onlardır ki, hesab kitabları asan olacaq. Və insanlar üç dəstədir. Quran-ı Kərim Fatir surəsinin 32-ci ayəsində buyurur ki, فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ وَمِنْهُمْ مُقْتَسِدٌ və minhum sabiqun bil xeyrati biiznillah. İnsanlar üç dəstədir. Ya günahkardır, günah əhildir. Günahkar insanlardır, aşkara günah eləyənlər. Bəziləri ortadır. Yəni, bizlər kimi. Xətalarımız da çoxdur. Əlimizdən gələn qədərdə səyimiz, qüdrətimiz nəticəsində qədərində bir yaxşı işlər də görürük və yaxud görməyə çalışırıq. Və bir dəstədə bütün xeyirlərdə başladı. Bütün xeyirlərdə əvvəldə onlardır.
Yəni, Allah Teala ki, Vaqiə surəsində, Quran-ı Kərimdə 56-cı surədə Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim, İza vəqətil vaqiə. O vaxt ki, o hadisə baş verəcək, yəni qiyamət günü. Leysə li vəqətiha qazibə. O vaxtın baş verməyi üçün heç bir yalan zad yoxdur. Yəni, bu bir həqiqətdir, danılmaz bir həqiqətdir. Xafizatun rafiə. Orada bəzi insanlar ucalacaq, bəzi insanlar alçalacaq. İza ruccətil ərlu rəcra. O zaman ki, yer çox şiddətlə titrəyəcək. Və bu sətil cibalu bəssa. Və dağlar çırpılacaq, sirkələnəcək, möhkəm sirkələnəcək. Fəqanət həbaən mumbəssa. Onun dağın parçaları, tozları yum çırpılanda ki, göyə qalxır, elənçinə havada uçacaqlar. Və kuntum əzvacən sələsə. Və siz insanlar 3 yerə bölünəcəksiniz. 3 dəstə olacaq insanlar. Fə əshabul meymənəti ma əshabul meymənə. Bir dəstə sağ dəstə əhlidir. Sağ dəstə əhli möminlər. Və əshabul məşəməti ma əshabul məşəmə. Bir dəstə sol və yaxud başqa dəlillərə əslənsən, uğursuz dəstə. Bunlar günahkarlardır. Və üçüncüsü və sabiqun əs-sabiqun ulaikəl muqarrabun. İrəlidə gedənlər, sabiqlər ki, həmin əhl-i beytdir. Yəni, hesab kitab, qiyamət günün hesabı nədir? Hər bir yerdə ölçü var. Həyatda hər bir şey ölçü iləndir. Meyarsız, ölçüsüz həyatda heç nə yoxdur. Şeirin ölçüsünə qafiyə deyirlər. Qafiyə şeirin ölçüsüdür. Qazın ölçüsü var, aparatı, işıq üçün var, kartof üçün bir, hər şeyin özünə məxsus ölçü tərzi var. Hər bir şey həyatda elə bir şey yoxdur ki, onun üçün ölçü metodu yoxdur. Sadəcə hərəsinə ona uyğun, onu ölçə biləcək cihaz təyin olunub. Eləcə də insanın əməlləri, üç əməlləri Allah Teala buyurur ki, qiyamət günündə ölçüləcək. Kimin ki, yaxşı əməlləri, Quran-ı buyurur ki, Qariyə surəsində, kimin ki, yaxşı əməlləri ağırlıq eləyəcək, o nicat tapacaq. Kimin ki, yaxşı əməlləri azlıq eləyəcək, yəni pisliyi çox olacaq, o həlak olacaq. Yaxşı, burada bəs meyar nədir? Yəni, insanın hər bir şeyin deyir ki, ölçülmə metodu var. Bir cihaz var ki, həmin cihazla həmin istədiyimiz şeyi orada ölçə bilirik. Bəs insanın əməllərinin üçün vəzn qurulacaq. Allah təala buyurur ki, sizin əməlinizlə əlaqədar vəzn qurulacaq. Vəznin bir tərəfi insanın əməli. Necə ki, burada kartof çəkirsən, bir tərəfi kartof. Bu bir tərəfdə daş. Daşın yerində bəs nədir insan üçün əməlləri çəkiləndə? Quran buyurur ki, Vəl-vəznu yevmə izinil haqq 8-ci ayə Əraf surəsi. Bugün sizin vəzinlərinizin, yəni tərəzilərinizin vəzni, əməlləriniz bir tərəfdə vəzni haqdır. Yəni, o əməl haqqa nə dərəcədə yaxındır? Nə dərəcədə uyğunluğu var haqqa? Yəni, bu cür insanın ölçüsü. Deməli, insan o əvvəlinci dəstək hesab kitabsız cənnətə daxil olacaq. Təbiidir ki, bu Allah Taala'nın elə qüdrətləri var və Allah Taala bəzi elə səbəblər var ki, bizlərdən hər birimiz mümkündür ki, o hesab kitabsızlardan olaq ki, hesab kitabsız cənnətə daxil olaq. Yəni, təbiidir ki, mümkündür. Əli əleyhissalam buyurur ki, and olsun Allaha, hər bir insan öləndə mən onun başının üstündəyəm. Hər bir insan. İstər mömin, istər kafir. Hər bir insan öləndə məni görəcək ölən anında.
məni görür. Kafir də, mömin də. Yəni, mömin... Münkir gələndə də? O, Əzrail gələndə. Ölüm anında görəcək. Və onlar ki, mömindilər, onları müjdələyəcək əleyhissalam və bu da sevinəcək ki, nə yaxşı mən bu insana bağlı olmuşam, bunun yolu ilə getmişəm. Və onlar ki, kafir olublar, yəni mömin olmayıblar, onlara əleyhissalamı görəcəklər ki, bax, sən səhv getmisən yolunu. Bəyazid Bəstami, orta əsrin İrfan ustadlarından o, daha doğrusu sufisti, İrfan məktəbindən sayırlarında. O deyir ki, buna bir bənzər şey gətirib, deyir, elə bil ki, insan bir dağdır, dağın başına çıxmalıdır, onu bilir. Bilir ki, dağın yuxarısına, nicat üçün dağın üstünə çıxmaq lazımdır. Bütün həyatını səy eləyir ki, dağın üstünə çıxsın. Cırmaqlara, yıxılıb dura-dura, bütün ömrünü həsr eləyir, ömrünün axırında çatır dağın üstünə. Dağın üstünə boylananda baxır, oradan bir nəfər bunun çiynindən vurur ki, qardaş, sən o biri dağa çıxmalıydın. Ömür də qutardı. Ömür də qutardı. Yəni, bu, amma ümum belədir ki, qalır bizdə əsasən, yəni, iki yol qalır. Ya bizlə çətin hesab olunar, ya bizlə asan hesab olunar. Və hədislərdə gəlib ki, bir sıra səbəblər var ki, bu səbəblər insana kömək eləyər ki, onun hesabı yüngül olsun qiyamət günündə. Yəni, qiyamət günündə insan yüngül hesab versin. Birinci, Peyğəmbər buyurur ki, mən hasəbə nəfsəhu kullə yevm. Birinci, o adamın hesabı yüngül olar ki, o adam hər gün özünə hesabat verər. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, mömin hər gecə yatağına girəndə layiqdir ki, xatırlasın gününü. Gün ərzində elədiyi əməlləri yadına salsın. Bir yaxşı əməlləri yadına salsın, o elədiklərinə görə desin, ilahi sənə min şükür, nə yaxşı bunu eləmişəm, gərək bunu sabah da təkrar eləyim, həmişə bunu təkrar eləyim. Pis əməllərə görə istiğfar eləsin və desin ki, gərək çalışam ki, bunu eləməyəm. İmam Məhəmməd Baqir əleyhissalam buyurur ki, leysə minna mən ləm yuhasib nəfsəhu kullə yevm. Hər gün özünə hesab verməyən insan bizdən deyil. İnsan əgər özünə hesab versə, hər gün özü barədə düşünsə ki, və filan işi mən niyə elədim, filan gərək bir də eləməyəm. Bunları əleyhissalam buyurur ki, nəfsinizə hesabat verin, nəfsinizi boş buraxmayın. Nəfsinizlə hesabat verin o cür ki, şərikinizlə necə hesabdasınız. İnsan şərikini güdürək həmişə ki, birdən özünə çox götürər, mənə az verər. Öz həmişə nəzarəti birdən xəyanət eləyər, birdən xarabını mənə verər, yaxşısını özünə götürər. Necə ki, izləyir ha, şərik. Şəriki necə özündən asılı olmayaraq həmişə izləyir onu. İnsan öz nəfsinə, əleyhissalam buyurur ki, o cür ciddi olsun. O cür, amma kim ki, yox, özünü düşünməyə, hər... O Peyğəmbərin bir gözəl bir hədisdə buyurur ki, ən pis adam o adamdır ki, ahirətini dünyasına sata. Ondan da pis o adamdır ki, ahirətini başqasının dünyasına sata. Buna deyirlər xəsirət dünya və axirət. Dünyada da bədbəxt, ahirətdə də bədbəxt. Yəni, bəzi insanlar məsələn deyir ki, dünyada görüm, ahirətə gedən rahat olum. Keç olmasa dünyada görmüşəm onu. Amma elə insanlar var ki, həm bu dünyada xüsran, həm ahirətdə xüsran. Səid ibn Cübeyr Əleyhisselam səhabələrindən olub, Qur'an hafizi, Qur'an təfsirçisi idi. Əleyhisselamın sevdiyinə görə bunu tutdular, gətirdilər Həccacın yanına. Həccac buna dedi ki, 4 xəlifədən hansını çox sevirsən? 4 xəlifədən hansını çox sevirsən? Səid ibn Cübeyr dedi ki, Allah hansını çox istəyir, mən də onu. Bu qaldı belə, gördü sualına alınmadı sualınca. Dedi, yaxşı,
3 xəlifə cənnətdə olacaq, yoxsa cəhənnəmdə? Bunu qiyamətdə görəcəyik. Qiyamət olsun ki, görək hara gedəcəklər. Qiyamətdə bu görünəcək, harada olacaqları. Dedi, səni öldürəcəm. Çox pis şəkildə öldürəcəm. Səid dedi ki, məni necə öldürəcəksənsə, Allah səndən də o qisası alacaq. Üzü yerə yıxdılar ki, üzü yerə yıxın, öldürün. Ayə oxudu. Üzü yerə olmağın şərəfinə. Dedi, yox, arxası üstə çevirin. Arxası üstə çevirə göyə baxıb ayə oxudu. Dedilər, onda sağ bölüsdə üzü qibliyə kəsin, qoy heyvan kimi kəsilsin. Üzü qiblə oturub, Quran ayəsinin Bəqərə surəsində oxudu ki, Peyğəmbər üzünü Məscid-ül Hərama tərəf tutqinan. Yəni, gördü, xeyri yox deyə, hər şeydən dəri gətirir. Bunu öldürdü Həccac. O qədər cinayətlər eləyib. Səid ibn Cübeyri öldürəndən sonra bütün tarixlər yazıblar ki, 15 gündən çox yaşamadı Həccac. 15 gündən çox yaşamadı. Yəni, bəzi insanlar var ki, özünə heç qətiyyən özünü heç düşünmürlər. Yəni, öz fikrini qətiyyən özlərinə fikir eləmirlər. Amma da fikirləşmirlər ki, cinayətlər Harun Ər-Rəşid özü İmam Musa Kazım əleyhissalamı şəhid elətdirəndən sonra gəldi Xorasana. Xorasana öz qüdrətini göstərməkdən ötürü. Gəldi, Xorasanda vəziyyəti ağırlaşdı. Vəziyyəti ağırlaşdı, dedi, mən çox pis hiss edirəm özümü. Bir kiçik təpəcik vardı, qoşun təpəciyin aşağısı bütün səhralıq idi, çöllükdür, qoşun da oradadır. Qoşun da ucu bucağı yox. Dedi, heç qaldırın, bir təhər məni qaldırın ata, oturum atın belinə, çıxım, qoşunuma baxım, həzz alım ki, mən gör nə cür qüdrətliyəm. İstədilər çıxaralar, atın üstünə mindirələr, gördülər, yox, artıq bu can verir, artıq bütün elə pis vəziyyətə qaldı ki, daha bunu tərpətmək olmaz. Əlini açdı göyə, dedi, ey göyün və yerin hökümdarı, ki, o kəs ki, bütün yerin, göyün səltənəti onun əlindədir. Heç bir şeyi olmayana rəhm elə. Burada nə mənası var o rəhmin? O boyda cinayətlərin ardınca nə mənası var? Yəni, insan birinci yolu Peyğəmbər buyurur ki, istəyirsəniz ki, asan olsun, hesab sənin üçün bu dünyada özünə hesab ver. Özünü düşünən adam Quran-ı Kərim İnşiqaq surəsində buyurur ki, فَحْسَوْفَ يُحَاسَبُ حِسَابًا yəsira. Kim bu dünyada özü üçün çalışsa, özünü düşünsə, özünün fikrində olsa, qiyamət günündə onunla çox asan bir hesab çəkiləcək. Yəni, yola verəcəklər onu. Necə ki, keçən dəfə dedik, Əli Aleyhisselam gözəl bir hədis var, buyurur ki, ey insan, gecə gündüz sənin üzərində işləyib səndən alırlar. Ömrün gedir, sağlamlığın gedir, vaxtın gedir, hər bir şey gedir. Sən də çalış ki, onlardan alasan. Məqam, tərəqqi, savab, yaxşı əməl, bilik. Sən də çalış, onlardan alasan. İkinci, kömək eləyir Peyğəmbərin sözlərinə görə, qiyamət günündə insanın hesabının yüngül olmasına köməkçildir, bu dünya hadisələrində səbirli olmaqdır. Səbirli olmaq. Nə qədər insanın başına hadisələr gəlir ki, sonra insan fikirləşəndə o hadisə barəsində ən yaxşı yolu bunda görür ki, yəni oradan qutarmaq üçün ki, kaş belə qutaraydım, kaş səbr eləyəydim, özümü saxlayaydım. Bu səbirsizliyimdən belənçinə oldu. Yəni əməllərdə hər bir şey, insan yəni hər bir şeylə səbir elə bir neymətdir ki, Həzrət-i Loğman gəldi, Davud Peyğəmbərin yanına gördü, Davud Peyğəmbər dəmirlərdən zireh toxuyur. İndi bu hələ bilmir zireh toxuyur. Bu hələ
birinci dəfə dəmiri Davud əleyhissalam o hazırlayıb baxı. Heç nə gəldi, qıraqda oturdu, sakitcəncə baxdı. Baxdı sakitcəncə, gördü. Qutarandan sonra Davud əleyhissalam gördü ki, soruşmursan nə düzəldi, nə incələdim. Diyor ki, heç nə, dəmiri filan elədin, filan şey belə elədin, öyle filan cür özünə zirət oxudun. O qədər proses, oradakı o qədər sual soruşula bilərdi. Oturub taksiyə, gedir filan yerə. Hansı yolla gedəcəksən? Bu küçənin nəmlə, o elə suallar verir ki, görürsən də gedəcəksən, görürsən ki, hansı sual, hara gedəcəksən, necə hara gedirsən, hansı küçə ilə keçəcək, hansı yolla gedəcək. Bu onsuz özü bildiyi yolu gedəcək. Yəni, hələ bu cüzi şeylərdir, amma ki, qalı hadisələrdə səbr eləmək, tez qərar verməmək insanın nicatına səbəb olur. Hətta hədislərdə də var ki, səhv eləməsəm bu Peyğəmbərdəndir bu hədisdə, buyurur ki, bəzi adamlar qiyamət gündə çox yüngül hesab kitab olunacaqlar. Çox rahatlıqla qurtaracaq, deyir, heç keçdiniz, məhkəməz getdi, gedin cənnətə. Bunlardan soruşaq ki, siz neynəmişsiniz ki, belə o dəqiqə yola verdilər, sizi qurtardınız? Deyir ki, bizim işimiz buydu ki, dünyada iki şeyə səbr eləyərdik. Müsibətə səbr eləyərdik, bir də günaha səbr eləyərdik. Günah fikrimizə gəldi, ya kim təklif elədi, o qədər həvəslənməzdik. Yəni, fikirləşərdik ki, bu günahın aqibəti nə olacaq, bu işin aqibəti nə olacaq. Bu səbr eləmək buna səbəb oldu ki, biz qiyamət günündə çox rahatlıqla hesab kitab olunduq. Üçüncüsü, Peyğəmbər buyurur ki, sizin qiyamət günündə yüngül hesab kitabınıza bu səbəb olar ki, təsilu mən qətəək, səninlə əlaqəsini kəsənlərlə əlaqə yaratmaq. Yəni, küsmüş adamlarla əlaqə yaratmaq, incimiş adamlarla əlaqə. Hərçənd ki, sən lap haqq olasan, o səhv ola. İmam Cəfər Sadiq əleyhissalamın yanına Abbasilərin bir hilələri vardı ki, istəyirlər ki, İmam Sadiq əleyhissalamın adı ilə cəmaatı qaldırsınlar ki, İmam Cəfər Sadiq olacaq xəlifə, bizim xəlifəmiz o üçün qiyam eləyirik. Bu fitniyə, İmam bilirdi ki, bu fitnədir, getmədi bu fitnəyə. Bunu İmamın əmsi oğlu var idi, onun istədilər ki, onu qabağa versinlər, İmam razı olmadı, qoymadı. Sonra onun atası, yəni İmamın əmisi, gəldi İmamla çox pis, sərt danışdı, pis danışdı. Ki, mənim oğlumu sən qəsdən eləyirsən, gözün götürmür, o istəmirsən o xəlifə olsun. Və beləncə sözlərlə, nəysə, çox qışqırdı, hayküy saldı, İmam səbirli heç nə demədi. Səhabələr də bunun qabağında dayanmışlar ki, birdən əl atar İmama, nəsə cürət eləyər. Nəysə, bu getdi. Getdi, səhəri günü nəql edirlər ki, İmam Sadiq əleyhissalam evindən çıxdı. Dedi ki, dünən gəlmişdi əmim oğlu ilə. Evləri hardadır onların? Dedi ki, filan yerdə. Fikirləşdi ki, İmam da gedir onun cavabını verməyə. Cavab hazırlayıb, ya da Allah tərəfindən cavablar gəldi, gedir ona. Bunlar da biz yığışdıq hamımız ki, görək nə deyəcək, İmam nə edəcək? İmam gəldi, qapısını döydü, qapı deyən kimi dedi ki, gəl barışaq. Gəl barışaq. İmam haqda o heç nə deməyib, ancaq hələ bu imamı təhqir edib, söyüb, nələr, nalayıq sözlər deyib cəmaatın yanında. Amma imam getdi ki, gəl barışaq. Kişi ağladı, qucaqladı, başladı, barışdılar. Yəni, bu belə bir, bu insanlarla o sadə davranış, hamıya sərt tutmamaq, incimiş adamlar, küsən adamlara sən get, addımı sən at, o atmır sən at. Barışıq yarat, islah elə, yəni aranızı düzəlt ki, nəinki tək öz aranı, iki başqa müminin ixtilaf var, onu kömək elə ki, onları barışdır ki, yəni bunlar insanın qiyamət günündə hesabının yüngül olmasına səbəb olar. Dördüncü, tə'fu əmmən zaləmək. Sənə zülm edənləri əff eləyəsən.
Kimlər üçün əff eləməsən, qəlbdə qalır kin. Narahat olmamaq. Allah Kin də o vaxta qədər səbr eləyirsən ki, ta ki zaman gələ əlimə qüdrətdir ki, kinin məqsədi odur. Kin insana ki bir pislik eləyir, pislik olunan andan əlinə qüdrət gələnənə qədər olan mərhələdəki o yaddaşda saxlamağıdır ona. O da insanın qəlbini dartlaşlaşdırır. Peyğəmbər təsəvvür edin, Məkkə cəmaatı nə qədər əziyyət elədilər Peyğəmbərə. Nə dərəcədə Peyğəmbər özü buyurur ki, ma uziyə nəbiyyun misli. Heç bir Peyğəmbərə mənim qədər əziyyət edilməyib. Amma təsəvvür edin, bütün Peyğəmbərlərdən ən əziyyət olunan Peyğəmbər gəldi, Məkkə fəth olunanda səhabələrdən biri çıxdı, dedi, bugün intiqam günüdür. Burada hamının intiqamı alınacaq. Peyğəmbər buyurur ki, onu çağırın aşağı düşürdün atdan. Düşdü. Peyğəmbər buyurdu ki, ya elə, çıx elan elə girən ki, bugün əff olunma günüdür. Hamınız buraxılırsınız. Tüləqa deyirlər, əntumut tüləqa. Hamınız, yəni, cəzalandırılasınız, amma hamınızı bağışlayıram. Hamı bağışlanır. Və Əbu Süfyanın, düşməninin başçısı, bütün düşmənlərin mərkə, Əbu Süfyanın evi əminamanlıq evidir. Kim ora sığınsa, əminamanlıqdadır. Təsəvvür elə, onun önünə danışıq olub aralar, nə bir şey. Düşmənin başçısının evini deyir ki, əminamanlıq evi oranı qərar verirəm, onun evini. Yəni, görün, nə tərzdə Peyğəmbər o cür əffə gedir, o cür güzəştə gedir. Ya Yusuf Peyğəmbər, qardaşları onun başına nələr gətirdilər, atası Peyğəmbər, Peyğəmbəri 40 il ağlar qoydular, o cür əzab, əziyyət, qəribçilik, nə bilim, başlarına nə oyun gəlmə, o qədər zindan, o qədər töhmətlər, bu qədər əziyyətlər görüşəndə, özünü tanıtdıranda ki, deyəndə, sən deyəsən Yusifsən, dedi, bəli, mən Yusifəm, bu da mənim qardaşım Benyamindir. Bizi bağışla, mən hamınızı bağışlayıram. Mən çoxdan sizin bağışlamışam hamınızı. Yəni, insanın qəlbində tə'fu ammən zələmək. Sənə İmam Hüseyin əleyhissalam buyurur ki, demişlər ki, ya İmam, siz necə bağışlayacaq, necə bağışlamaq, necə biz bağışlayaq? İmam buyurur ki, əgər bir adam mənim sol tərəfimdə dayanıb, üzümün sol hissəsinə sillə vursa və dərhal çevrilərək mənim sağ tərəfimdə dayanıb məndən üzr istəsə, mən onun üzrünü qəbul eləyərəm. Təsəvvür edin. Yəni, kin, belə şeylər, düşməci, bu bizim qəlbimizə yolu yoxdur da bunların. Buradan silləni vura, buradan da keçə bu tərəfə, sağ tərəfdən məndən üzr istədir, mən onun üzrünü qəbul eləyərəm. Yəni, görün, kəramətə baxın. Yəni, belənçinə insanların qiyamət günündə hesabı yüngüldür. Yüngül hesab verirlər. Və 5-ci, tu'ti mən haramək. Sənə kömək eləməyənə kömək eləmək. Kim ki, sənə kömək eləməyib, amma sən ona elə. Dardadır bu dəqiqə, özü ucada olub, sən darda olmuşsan, bu sənə kömək eləməyib. İndi sən ucadasan, o dardadır, sən kömək elə ona. Cami-ül Müqəddimatda Ərəb qrammatika kitabında orada belə bir gözəl bir şeir var. Orada qrammatikadır, lə-əllə kəlməsi ki var, ola bilsin. Orada göstərir ki, bəzən lam düşür, əllə kimi işlənir. Orada belə bir şeir var. La tuhinəl fəqirə alləkə ən tərkə'ə yevmən və dəhru qəd rəfə'əh. Heç bir aşağı səviyyəli gördüyün adama pis yanaşma və onu təhqir eləmə. Ola bilər ki, bir gün gələr ki, sən aşağı olasan, o yuxarı ola. Yəni, dünya belənçinədir, dünya qarışıqdır. Dünya heç nəyə məlum deyil. Amma
dayanıb bu intizarlara da bağlanmaq olmaz. Yəni, həyatı, yəni bugünü düşünərək yaşamaq lazımdır. Kimlər ki, sənə yaxşılıqdan vaz keçiblər, amma onların özü pis vəziyyətdədir. Mədinənin valiliyində bir nəfər vardı, valinin elə bil mavini. İmam Zeynulabdin əleyhissalama çox əziyyət eləmişdi. Elə hamıyadı əziyyət edirdi. Yəni, vali mavini zülm edirdi Mədinə cəmaatına. Zülm imamın özünə dəfələrə təhqir eləyib, nə qədər haqları olurdu imamın, onu vermirdi. Bütün, məsələn, ixtilaflar olurdu imamın kimləsə, qəsdən imamın düşməninin xeyrinə hökm verirdi və cəmaatı da elə, hamıyın qan utdururdu. Və cəmaat bundan bezdilər, yığışıb, neçə min adam şikayət yazdılar Şama. Əbdülməlikə şikayət yazdılar. Əmr gəldi ki, onu işdən çıxardın. Fərman gəldi, bu adam işdən çıxmalıdır. Bu ki, eşitdilər, bunu işdən çıxmalıdır. Bunun yanındakılar işdən zatdan tez qolundan çıxatı, çıx çölə. Bizdən birdən bizim yanımızda dayanarsan, elə bilərlər ki, biz də sənlə. Bütün bu hamı salamını kəsdi, bunun dostu, tanışı, hamı uzaqlaşdı bundan. Hamı yaxınları ilə, hamısı uzaqlaşdı ki, aralı düşkənə birdən xəlifə zad məni cəzalandırar, görər ki, o səni çıxardıb, mən də sənə hörmət edirəm, ya salam verirəm. Bunu başladılar, cəmaat daşqalaq elədilər, nə bilim, neynədilər, axırda dilər ki, yox, bunu qəşəncənə kötəkləyəyin. Bunu tutdular, gətirdilər, bir dənə ağaca bağladılar. Ağaca iplə sarıdılar ki, daş vuran daş vursun, əlinə keçəni vurağın buna. Bizə qan utdurub da. İmam Zeynulabdin əleyhissalam dedilər, gəlir. Bunlar da vururlar onu. Dedilər ki, ya imam, gəlin siz də qisasınızı alın. İmam buyurur ki, çəkilin bura. Aralı çəkdi, açın bunları. Açdırdı ipi, otuzdurdu ata, deyir ki, bunları Şam yoluna gətirtirdi, deyib, cəmaat Şama gedir. Çıxır, get Şama. Yola saldı, çıxdı, getdi Şama. Yəni, bu Əhl-i Beytin də xüsusiyyətidir ki, kim sənə kömək eləməyib, sənin əlbə kömək gəldi, sən onu kömək elə. Hətta Tuhaful Uqulda İmam Cəfər Sadiq əleyhissalam bir gözəl bir hədis var, böyük hədisdir, şiələrin sifəti ilə əlaqədar. Orada belə bir şey var ki, bunları şiənin xüsusiyyətini deyir ki, bu şiəyə pislik eləyərlər, əziyyət eləyərlər. Amma o əziyyət eləyən adam özü darda olanda, şiənin yanından keçəndə onun başına əlini çəkər. Yəni, şiə buna rəhm eləyər. Halbuki buna əziyyət eləyib ha. Yəni, insan ki, biri ki, sənə pislik eləyib, ya kömək eləməyib sənə, demək, yox, bu mənə filan vaxtı pulama o ehtiyacı oldu, pulu da var idi, vermədi. Yox, deməli, mən də bunu gərək verməyəm. Ölsün acından, ya belə olsun. Yəni, bu xüsusiyyət, bu da yenə kinin tərzinə gəlir ki, insan gərək belə şeydən, əgər insan, yəni bizlər istəyiriksə ki, axirət günündə Allah Teala bizim hesabımızı yüngül eləsin, bundan ötürü biz neyniyək? Gərək bizdə elə işlər görək ki, həmin işlər qiyamət günündə bizim bu əməlimizin yaxşı əməlin çox olmağına və bizə güzəşdə, onsuz yaxşı əməl çox deyil, yəni belənçinə şey qoysaq, bizim nə yaxşı əməlimiz var ki, elə azacıq bir əməl, yəni biz o yaxşı əməl, o dərəcədə də qüdrətimiz yoxdur ki, yaxşı əməl sahibləri olaq. Təbiidir ki, öz bacardığımızdan da bəlkə zəif eləyirik o əməlləri, yaxşı əməlləri də, amma Allahın güzəşti böyükdür. Amma bu güzəşt də hər yerə, hər kəsə şamil olunmur ki, bir adam səxavətli, bu demək deyil ki, hələ kimə gəldi, kömək eləyir. Onun da məqsədi var, onun niyyətində, onun fikri var ki, kimlərə, hansı məqsədlərlə kömək eləyir. Peyğəmbər buyurur ki, Allah Teala 100 rəhmət xəlq eləyib, 100 növ rəhmət yaradıb. Onun biri ilə insanlar bir-birinə mehribandırlar, bir-birini sevirlər, günəş işıq saçır, ay işıq saçır, yağış yağır, külək olur. Qalan
99'unu axirət üçün saxlayıb. Qalan 99. Bizdə nə qal? Bizdə ancaq yükü, oradakı ki, yük var, bizə ağırlıq eləyə bilər, çətin hesab olsun, onu burada boşaltmaq lazımdır. O yükləri. Şeyx Cəfər Şüştəri 20-ci əsrin ən dahi əxlaq ustadlarından olub. Onu nəql edirlər ki, bir gün Şeyx Cəfər Şüştəri Nəcəfdə, Əleyhisselamın hərəmində çıxdı mənbərə, dedi ki, ay cəmaat, muizədən qabaq indi bir hadisə danışacağım, indi mənim başıma gəlib. Dedilər, aha, şeyx buyur. Dedi, mən evdən çıxanda, qonşu evdən də qonşu ulaqla çıxdı. Ulağa gördüm, o qədər yük vurub ki, ulaq da ayaqları əsə-əsə gedir. Dedim, bu saat indi ayaqları qırılacaq ulağın. Bunlar qabaqda gedirlər, mən də arxada. Mən ürəyimdə deyirəm ki, əşib, bu da elə də olmazdı, Allahın heyvanıdır, yazıqdır, buna bu boyda yük niyə vur? Gəl elə bir dəfə mə aparasan bu yükü? Belə gileylənə, bunlar gəlirlər, bizim yolumuzun da yolumuz da eynidir. Məscidin yanında bunu saxladılar, üstündəki yükləri bu qonşu boşaltdı yerə. Boşaltdı, bu çevrildi. Ulaq mənə sarı başladı, mənə mat-mat baxmağa. Bilirsiniz, cəmaat, o baxışla mənə nə deyirdi? Şeyx nə deyirdi? Mənə deyirdi ki, şeyx, nə olub, mənə niyə baxırsan? Yüküm ağır idi, ağır idi. Çox əziyyət çəkdim, bəli əziyyət çəkdim. İndiki yoxdur, keyfdəyəm. Geç sən öz fikri elə ginən ki, bu boyda yükü yığmısan boynuma, sən haçan bunu boşaldacaqsan? Yəni, mənim yüküm maddi yük idi, boşaldım, indi keyf eləyirəm özüm üçün. İndi sən haçan gedib öz fikri elə, mən qayğıma qalmaq lazımdır, öz qayğıma qal sən. Yəni, ona görə də İmam Hüseyin Əleyhisselamın da qiyamı, bütün o fədakarlıqları nəyin üstündədir? İnsanlara səhih yolu göstərmək, başa salmaq ki, ay insanlar, özünü düşün ginən, sabahını düşün, dünya elə, gün zaman elə gəlir, keçir ki, bir də baxırsan ki, ömrünün axırıdır. Sonra demə ginən ki, ay, mən neynədim, mən niyə filan işi görmədim, niyə filan işləri eləmədim? Yəni, qədrini bilginən bunların. Ona görə, yəni, biz çalışaq ki, əgər istəsək ki, qiyamət günündə ki, Allah Teala bizim hesabımızı yüngül eləsin və bundan başqa da hədislərdə də gəlib ki, əməlləri yüngülləşdirən ən əsas amillərdən biri Peyğəmbərə və onun əhl-i beytinə salavat zikr eləməkdir. Qariyə surəsinin təfsirində bu hədis gəlib ki, Peyğəmbər nəql edir ki, bəzi möminlər məhşərdə məhkəmələrə nəzarət edəcəyəm və görəcəm ki, bəzi möminlərin yaxşı əməli azlıq təşkil eləyir. Azlıq təşkil eləyir. Mən gələcəyəm ora, onun tərəzisinə mənə göndərdiyi salavatları qoyacağam və əməlləri onunla da ağırlaşacaq. Yəni, bu da, bu salavat da, yəni, quru dildən çıxması, bunlar gərək qəlbdən gəlsin hamısı. Salavatı deyəndə insan qəlbən dərk eləsin, fikrində olsun, bütün vücudu ilə, necə ki, İmam Səccad əleyhissalam Şamda dedi, ey Yezid, olarmı bu taxtaların üstünə çıxım? Mən də bir-iki kəlmə deyim. Yəni, bu mənbərdir kim üçün? Haçan ki, başında mömin alim oturacaq. Fasik oturdu, bu artıq taxtadır, mənbər zat deyil. Fasik oturdu, orada taxtadır, mənbər deyil ki o. Yəni, İmam orada özünü tanıtdırdı. İndi qismət olar bir dəfə o İmam Əleyhisselamın xütbəsindən bəhs eləyərik. O lazımdır o xütbədən bəhs eləmək. İmam orada özünü tanıtdırdı, haqq olduqlarını göstərdi və bütün millət də baxır. Yezid gördü ki, vəziyyət xarabdır. Vəziyyət xarabdır. Azançıya işarə elədi ki, müəzzinə ki, azandır. Bu başladı azan deməyə. Məqsədim başqa şeydir ya burada. Peyğəmbərin adına çatanda İmam buyurdu ki, ey Yezid, bu sənin babandır, yoxsa mənim babamdır? Sənin babandırsa, yalan deyirsən.
mənim babamdırsa, bizi niyə bu vəziyyətə salmısan? Onun balalarını niyə bu vəziyyətə salmısan? Yəni, söhbətin budur ki, oradakı müəzzin əşhədu ən la ilahə illallah dedi. Onda imam uca səsindən cəmaata buyurdu ki, bəli, mənim fikrim, qəlbim, ətim, sümüyüm, qanım, hamısı şəhadət verir. Bir dil yox. Tək dil yox. Bütün insanın varlığı onudur. Eləcə də salavat. Salavat tək dillə çıxmaqla heç fikirləşməyəsən, hələ ağzını adət eləyib. Təsəvvür edin, bir dənə də bu yadıma düşdü. Məlun Əbdurrəhman ibn Mülcəm İmam Həsən əleyhissalam nəql edir bunu. Deyir, bunu tutmuşuq, bağlamışuq iplə, qoymuşuq bir qırağıda. Görürük ki, bu elə zikr elə, subhanallah, elhamdülillah, və la ilahe illallah, və allahu ekber, la ilahe illallah, elhamdülillah, cürbəcür zikirlər, zikr eləyir. İmam Həsən əleyhissalam buyurur ki, yaxınlaşdım buna, dedim, ey məlun, qətəltə əmirəl-müminin, əmirəl-müminin sən şəhid eləmirsən, sən hələ zikr eləyirsən, nə cavab versə yaxşıdır? Dedi ki, ya Əba Muhammed, İmam Həsənin künyəsi Əbu Muhammeddir. Ya Əba Muhammed, innə lisani qəd təavvədət bi zikrilləhi teala. Bu məndən asılıdır, mənim dilim adət eləyib o zikirləri deməyə. Yəni, mən xəbərim yoxdur o zikir deməyimdən. Dilim adət eləyib. Ayətullah, bunu da deyim, qutarıram. Ayətullah Bəhayəddini çox böyük dahi, irfan və əxlaq ustadlarından olub. Bir nəfər nəql eləyirdi ki, deyir, getdim ağanın yanına, deyir, mən çətinə düşmüşdüm, nəzr eləmişdim ki, bu işim düzəlsin, salavat xətm eləyəcəm. Belə bir şey var axı, işim düzəlsinsə 1000 dənə salavat göndərəcəm, 14.000 dənə salavat göndərəcəm, hər məsuma bu qədər salavat göndərəcəm, belənçinə. Bu çox çətin vəziyyətə düşmüşdüm, xətm elədim ki, niyə nəzr elədim ki, salavat xətm eləyəcəm. İşim düzəldi, Allahın köməyi ilə işim düzəldi, birdən yadıma düşdü ki, mən say deməmişəm ki. Yəni, çaşdığımdan, başımı itirdiyimdən, o say yadımdan çıxıb demək ki, nə qədər salavat çevirəcəm. Qaldım belə. Gəldim Ayətullah Bəhayəddinin yanına, dedim, ağa, mənim bir müşkülüm var. Dedi, nədir müşkülüm? Dedim, mən çətinliyə düşmüşdüm. Özümü itirdim, o işin düzəlməyi üçün salavat nəzr elədim ki, o işim düzəlsin, mən salavat xətm eləyəcəm. İşim də düzəldi. İndi baxıram ki, yadım, heç mən deməmişəm ki, nə qədər salavat göndərəcəm. Mən neçə dənə salavat göndərim ki, əmin olum ki, nəzrimə vəfa elədim. Ayətullah Bəhayəddini cavabında dedi ki, səmimi qəlb və hal ilə bir dəfə. Bir dəfə bacarsan ki, ürəkdən və halla gələ kifayətdir. Sən nəzri yerinə yetirmirsən. Ki, Allah Teala bizləri bağışlamış insanlardan və qiyamət günündə məhkəməsi yüngül olan insanlardan qərar versin. Və Allah Teala bizi can verən anda bütün 14 məsumu, Bihal-Ənvarda 90 dənə hədis var ki, bəzi adamlar var ki, onun öləndə möminlərdən söhbət, möminlər ki, bir məsum onun başının üstündə olacaq. Bəzilərində 2, bəzilərində 3, bəzilərində 4, ən yuxarı səviyyəli iman möminlərdə 14 məsumun iştirakı ilə onun canı alınacaq. Ki, Allah Teala bizi o xoşbəxt bəndələrdən qərar versin. Bu dünyada Əhl-i Beytin ziyarətindən, ahirətdə isə şəfaətindən bizi binəsib eləməsin. Peyğəmbər və Əhl-i Beytinə salavat zikr edin. Allahümmə səllə Muhamməd və ali Muhamməd. Ki, bu mənim düşmənimdir. O məsələ budur. Ona görə bütün bu irfanın özündə də, agahlıqda birinci mərtəbə nədir? Həm hamısında birinci dərəcə yəqzədir, ayılmaq. Bu qəlbin ayılmağı, qəlbin oyanmağı. Və bizim üçün də bu üslub var. Yəni, Əhl-i Beyt əleyhissalam və əlimizdə Qur'an və qiymətli kitablar ki, hər şeyi açıq-aşkar bizə bəyan eləyirlər. Heç bir şək, şübhə, heç nə qoymurlar, bizə qaranlıq qalsın. Belə bir kitablar var əlimizdə. Ona görə və şiələr də İmam Cəfər Sadiq Əsəlamın vaxtında nəsər alınıb, məsələn, indinin özündə varsan ki, elmə meyl azdır. Elmli olmaq
öyrənməyə, kitab oxumağa, dərinliyə getməyə meyl cəmaatda çox azdır. Amma təsəvvür, amma imamlar hamısı elmin şəhərləri, qapıları ola, elmin baniləri ola. Bax, şiyələr olublar, avam, elmdən kənara əksəriyyəti. Hətta Müstədrəkül Vəsail kitabında İmam Cəfər Sadiq əleyhissalamdan bir hədis var. Buyurur ki, kaş Allah Taala mənə icazə verəydi, əlimdəki bu əsayla elm öyrənmək istəməyən şiyələrin burnundan vuraydım. Yəni, öyrənmək lazımdır, başlamaq lazımdır ki, əvvəlul ilmi mərifətul cəbbar. İlmin əvvəli Allahı tanımaqdır. Allahı da necə tanımaq olar? Əhl-i beyti insan tanımadan Allahı mümkün deyil tanımaq. Ona görə əhl-i beyti tanıyandan sonra başa düşərsən ki, Peyğəmbər kimdir? Peyğəmbəri tanıya bilsən, başa düşərsən ki, Allah Taala kimdir? Ki, Allah Taala bu mərifəti bizim hamımıza nəsib eləsin. Peyğəmbər və əhl-i beytinə salavat zikr edir. Qabağa salsın, arxaya yox. Və Subhanal Rabbiyal Azimi və bihəmdi, Allahümmə səlli əla Muhammedin və ali Muhammed. Bunu deyəndən sonra Subhanallah, Subhanallah bunu belə desə, bunun arxasıca, o cəmaat ki, adət eləyib salavatdan sonra qalxmaq, görsən, yarısı qalxıb, yarısı qaldı elənçinə. Ona görə artırmaq istəyir, Subhanallah salsın qabağa, ki, cəmaat. Yəni, bunlar hamısı bir dənə məktəbdir, bunlar bir dənə namaz özü, bir dənə dərsdir. Yəni, həmkarlıqla olsa, həm insan namazı halla olar, gözəl əhval ruhiyyə ilə, həm də ki, nizam. Nəzm-i intizam, gözəl bir nəzm-i intizam namazda bərqərar olar. Peyğəmbərə və əhl-i beytdən salavat zikr.